Salam əziz şagirdlər. Belə bir 2021 qəbul sualı verilib. Sualda bizə deyilir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Nə tip funksiya görürük? Kök altında verilən kvadratik funksiya görürük. Bəs bu funksiyanın qiymətlər çoxluğunu necə tapırıq? Burada 2 dənə hal yoxlamalıyıq. Birinci hal odur ki, bu funksiyanın a-sı sıfırdan böyükdürsə, onun qiymətlər çoxluğu bizdə bərabər olur. Kök altında y0-dan müsbət sonsuzluğa kimi. Əgər a-mız sıfırdan kiçikdirsə, o zaman bərabər olur sıfırdan kökdə y0-a kimi. Burada y0 nədir bizim üçün? Verilən bu kvadratik funksiyanın təpə nöqtəsinin ordinatı, yəni y-dir. Həmin y-i necə tapmalıyam? Y bərabərdir, daha doğrusu y0 bərabərdir. Mənfi b kvadrat minus 4ac böl 4a ilə tapmalıyam. Bu da bizə nə verir? Bərabərdir. Mənfi b-nin kvadratı, 5-in kvadratı burada 25. Minus 4 vur, mənfi 1 vur, mənfi 6. 24 bölünsün 4a-da mənfi 4. Bu da bizə verir 4-də 1. Deməli, mən y0-ı nə tapmışam? 4-də 1 tapmışam. Və mən funksiyamda görürəm ki, a-nın işarəsi burada mənfidir. Mənfi hansı halı yoxlamalıyam? Bu halı yoxlamalıyam. Əgər a mənfidirsə, yəni mənfi 1, 0-dan kiçik oldu. Bu bizə nə verir? 0-dan kökdə y0-a kimi, yəni kökdə 4-də 1, o da verir 2-də 1. Amma cavab bu deyil. Niyə deyil? Çünki qarşımızda belə bir 2-miz də var. Yazıram üstə gəldə 1, 2 bərabərdir. Bu 0-ın üzərinə bu 2-ni gəlirəm, yazıram 2. 2-də 1-in üzərinə də 2 gəlirəm. Onu da eləyir 2 tam 2-də 1. Yəni 2-də 5. Onda bizim doğru cavabımız olur. Baxın bu variant.